Salam aleyküm əziz dostlar. Bu gözəl ayda sizinlə yenə görüşmək xüsusi mutlu hisslər yaradır məndə. İnşallah ümid edirəm sizdə də. Və gözəl ayda da bu gözəl ayın ideoloji baxımda davamçılarının siyasi addımlarını istəyərdim sizdən bugün belə deyək fikir mübadiləsi aparaq. Yəni bilirsiniz bugün səhər Azərbaycan xəbər portalları İstanbulun böyük şəhər bələdiyyə rəhbərinin adamlarının özünün həbsi və s. məlumatları ilə yayımladı. O da bir mənim kimi bir telefonda bir astuğunu taxa-taxa bir çıxış elədi, həmişə o öz showman ampulasındadır. Amma burada indi Azərbaycanda əsasən həmişə Türkiyəyə aid də həmçinin səhv siyasi proqnozlar verən partiya sədrləri və s. Çünki onların mahiyyətdə siyasal İslam deyil, ideoloji baxımda onlar kemalist, ateist, liberal düşüncəli adamlar olduğu üçün həmişə Ərdoğan iqtidarına, Ərdoğan şəxsiyyətinə siyasi qısqanclıqla və nifrətlə yanaşıb. Sadəcə olaraq cəsarətləri çatmır bu nifrət eləmək. Əvvəl deyirlər, amma sonra Türkiyənin böyüməsi, Ərdoğanın Azərbaycanın yanında olması və s. artıq bu cəsarəti onlarda örtbasdırır. Amma hisslərini yenə cilovlaya bilmirlər. Ay nə bilim bu güya əvvəlki proqnozları kimi 3 il bundan qabaq, 5 il bundan qabaq eyni dedilər AKP növbəti seçkidə məğlub olacaq. Ərdoğan bu adda ümumiyyətlə İmamoğlu'nu prezident yapacaq. Artıq bunun qərarını veriblər. Ay Avropa belə getdi, Amerika belə gəldi, təzyiqlər belə olacaq. Amma sizcə Qrasmeyser, Ərdoğan hansı indiyə qədər addımı bilmədən mi atıb? Yəni bu siyasi Azərbaycandakı siyasi uğursuzluqlar qədər düşünmür ki, məsələn İmamoğlu'nun belə üstündə bu siyasi addımlar onun belə populyarlığını qaldıra bilər. Diplom məsələsi, həbs məsələsi və ondan qabaqki məsələlər və s. Sizcə Ərdoğan kimi Qrasmeyser bunu sezmir? Yəni təbii ki sezir. Bu sadəcə olaraq Qrasmeyserin növbəti gedişidir. İmamoğlu'nu ümumiyyətlə CHP koalisiyasını, müxalifətini qolsuz, qanatsız qoymaq. Necə PKK məsələsini həll edib Demirtaşı belə artıq əhilləşdirən Ərdoğan, CHP-ni demək olar ki, siyasi meydanda tək buraxan, Davutoğlu'nu, İyi Partini, Babacanı CHP-dən uzaqlaşdıran Ərdoğan, həmlə olaraq CHP-nin içindən artıq CHP-ni parçalayıb, daha da gücsüz hala çevirməyə hesablanan bu addımdır. Yəni mən bunun digər hüquqi məsələlərini qoyuram ki, burada hüquqi məsələlərində burada və digər məsələlərdə haqq tərəfləri. Mən sadəcə olaraq siyasi bir rəqabət, siyasi konjunktura, siyasi addım baxımından bunu deyirəm. Bunu Ərdoğan düşünmür, amma Azərbaycandakılar düşünür. Azərbaycanda siyasi proqnozlar, o proqnozlar barədə daim səhv edənlər, istər Türkiyə barədə, istər Ukrayna barədə artıq bütün rekordları vuranlar, müxalifətçilik rekordunu vuranlar bunu anlayır və Ərdoğan isə Ərdoğan kimi dünya siyasətində bir nəhəng lider bunu anlamır. Təbii ki, elə deyil, təbii ki. Ərdoğan növbəti satranç taxtasında, Türkiyə satranç taxtasında növbəti gedişatıdır. Gördünüz mü bu gedişatdan sonra lirə maksimum hətta avro ilə və dollarla səviyyədə düşdü. Deyə bilərsiniz ki, bu İmamoğlu haqqında bu qərarlar olmasaydı, bu olmazdı. Yox. Ərdoğan buna görə elədi. Ərdoğan bütün bu lirə şantajının maksimumuna gedir və dibində gedir ki, ala, baxın bunu da eləyin, amma yenə mən ayaqda qalacağım və yenə mən qalib gələcəm. Qərbə bunu göstərir. Necə Putin qərbə göstərir ki, bütün bu sanksiyalara rəğmən mən bildiyimi eləyəcəm. Sonra siz mənlə necə masada oturacaqsınız. İndi eynən də Ərdoğan
digər baxımdan, iqtisadi baxımdan eləyib. Oturacaqsınız masada və mənimlə razılaşacaqsınız. Nə qədər istəyirsiniz Leyləni aşağı salın. Xeyri olmayacaq onsuz. Eynən də bu daxili siyasətdə bu addımlar da məhz bunu hesablanır. Və artıq İmamoğlu prezident elan edənlər necə 3 il, 5 il bundan qabaq növbəti prezident seçkilərdə AK Partiyanın uduzacağına proqnoz vermişlər. Eynən də yanılırlar, eynən də yanılacaqlar. Yanılırlar. Deyir, Erdoğanla vaxtilə diplom problemini deyirlər, həbs etmişlər. O da İstanbulun baş bələdiyyə rəhbəri idi və sonra prezident oldu. İndi İmamoğlu bu yolla gedir. Bizdə bir söz var, deyir, filan kəsin ayaqqabısını geyinə bilərsən, amma onun yolunu gedə bilməzsən. İmamoğlu Erdoğanın ayaqqabısını geyinə bilər, amma Erdoğanın yolunu gedə bilməz. Onun addımlarını ata bilməz. Onu kimi yürüyə bilməz. Ona görə bu həbsin, bu hadisələrin, bu İmamoğlu'nun ətrafının həbsini, bu diplom ləğvi məsələsini, bu olayların yaxın gedişatda bir siz çözümünü və belə deyək, nə üçün edildiyini çox bariz olaraq görəcəksiniz və yenə də Erdoğan'a nə qədər bir siyasi dahi olduğunu bir daha etiraf etməyə məcbur olacaqsınız. Məcbur kimlər olacaq Erdoğan'a sevməyənlər, nifrət edənlər. Amma bir daha bunu görənlər isə onu təbii ki dəstək verənlər, onun siyasi kursunu, doğru siyasi kurs təkcə Türkiyə üçün yox, bütün Türk İslam dünyası üçün olduğunu görənlər, buna inananlar və bunu dəstəkləyənlər də inşallah bu addımın da doğru addım olduğunu birlikdə görəcəyik. Təşəkkür edirəm.